Azərbaycan Dövlət Televiziyasının sədri Rövşən Məmmədovun müəllifi olduğu Həftə Analitik İnformasiya proqramında Qərbi Azərbaycanla bağlı yayımladığı süjet Ermənistanda narahatlığa səbəb olub. Qlobal Info az məlumat verir ki, bu haqda Ermənistan parlamentinin sabiq deputatı Azərbaycanşünas alim tarixçi Tativi Ayrapetyan danışıb. Azərbaycanın Zəngəzur dəhlizi vasitəsilə həmin ərazilərə qayıdacağı bildirilir. Görünür, Qərbi Azərbaycana qayıdışla bağlı hazırlığa başlanıb. Bu təəccüblü halda Ayrapetyan narahatlığını ifadə edib. Əlavə edək ki, keçən gün Həftə Analitik İnformasiya proqramında Qərbi Azərbaycanla bağlı süjet təqdim olunub. Proqramın müəllifi Rövşən Məmmədovun səsləndirdiyi fikirlər diqqət çəkəndir. Bəli, gözlər yoldadır. Qərbi Azərbaycanlılar da doğma dədə, baba torpaqlarına qayıtmaq arzusu ilə yaşayır. İnsani hüquqlarının təmin edilməsini istəyirlər. Qarabağdan 30 il ayrı düşən, ancaq bugün doğma Qarabağ qovuşan soydaşlarımız kimi təbii ki, Qərbi Azərbaycanlılar üçün də o gün gələcək, mütləq gələcək, inşallah hələlik isə Qərbi Azərbaycanlıları ekranlara bir qədər də yaxın əyləşməyə dəvət edirik. SEV komandası olaraq bu illər ərzində çətinliklə də olsa Qərbi Azərbaycanımızdan, tarixi məkanlardan, məscid və qalalarımızdan kadrlar əldə edirik. Onların bəzilərini sizə təqdim etmişik. Missiyamız davam edir. Bugün daha 2 məkandan kadrları sizə göstərəcəyik. Əziz tamaşaçılar, Əkərək məscidi və Talan Dalası.